homonimin məna cütləri eyni nitq hissəsinə aiddir. Bal sözünə gəl mənalarına baxaq. 1. Arının hazırladığı, ayıların yediyi, insanların yediyi, bəzi heyvanların çox sevdiyi bal olacaq hansı nitq hissəsi? Bu mənada olsa bal. Nə? Nə? İsim olacaq. Nə bal? Bəli, mən bal yedim. Mən nə yedim? Bal yedim. Demək ki, birincidə oldu bal mənası, yeyəcək, ərzaq mənasında nə sualına cavab verəcək. İkinci mənası da isim olacaq. Bu hansı mənasıdır? Bu xal yığırlar, yarışlarda xal yığırlar, bal qazanırlar, uğur qazanırlar. Bax, o da. Məsələn, universitetə imtahan verdilər, balların nəticəsi açıqlandı. Yəni, xalların nəticəsi açıqlandı. Bu zamanda balları açıqlandı, uşaqların balları açıqlandı. Nə açıqlandı? Ballar açıqlandı. Mənim orada sözü də mən deyim. Aha, deyəcəksən balam. Hər iki formada eyni nitq hissəsi oldu mu balam? Bəli. Bəli, demək ki, birinci ilə A variantını eyni deyirdi, məna cütləri olan nitq hissəsini tap. Biz də A-nı rahat tapmış olduq. Gəl görək, o birislərdə də varmı? Bəli, buyur, çatı gəl deyək bir yerdə. Bunu silək. Çat. Çatın məna taylarını tapaq. Mənim çat para sualına cavab verir. Yox, çat nə et? Bir yerə. Bəli. Feildir. Mən məktəbə çatdım. Sən məktəbə çat. Feildir. Harasa çatmaq, artıq sən çatmağa sual vermədin. Ondan əvvəlkinə sual vermiş oldun. Səndən sadəcə çata sual verməyini istəyir. Çat nə et? Çat. Feildir. Birinci mənası feildir. İkinci mənasında da olacaq isim. Nəyə görə isim olacaq? Çünki isim olarkən oyunlar olur, xüsusi oyunlar olur. Orada bir-biri ilə mesajlaşma olur. Həmin mesajlaşmaya ikinci adla chat deyirik biz. Nə deyilirmiş ağa? Mesajlaşmağa, internet üzəri ilə bir-biri ilə danışmağa, mesajlaşmağa chat deyilir. Bəli, deyirlər. Bax, məsələn, biz indi Zoom proqramı üzərindən bir-birimizlə yazışsaq, danışmadan yazışsaq, olacaq bu bizim Zoom üzərindən chatımız. Əla. Demək ki, birinci mənada feildir, ikinci mənada isimdir. Bu zaman eyni nitq hissəsi mənası ola bilərmi? Məna cütü varmı burada? Xeyr. Məna cütü yoxdur. Çünki həm biri isimdir, biri feildir. İkisi də feil oldu, olardı. Ay, super. İndi kökü sən istəyirdin izahını vermək. Gəl, buyur. Mənim kök biri var. Nə? Kök. Biri var, yemək yediğimiz kök. Özünə sualına cavab verir. İsim. O birisi isə var kök. Kök bir də feil olacaq müəllim. Yox, kök sifət olacaq bir də. Sifət olacaq, əlasan, bəli. Kök uşaq, necə uşaq? Kök uşaq. Necə sualına cavab verdi. Demək ki, birinci isim oldu, ikinci məna taydakı sifət oldu. Eyni ola bilərmi cütlük olaraq? Xeyr, biri sifətdir, biri isimdir. Bir A variantındakı kimi ikisi də isim olsaydı da olardı. Anladım. İndi gəl gülü də bir yerdə tapaq. İzahı sonlandıraq. Biri sadə gül var, isim sualında nə sualına cavab verər. İsim. Aha. O birisində gül sifət deyicini müəllim burada. Yox. Mən güldüm. Sən çoxlu gül. Feildir. Feil. Nə et? Bəli, feildir. Sən çoxlu gül. Mən güldüm. O güldü. Onlar güldülər. Nə etdilər? Güldülər. Gülmək feil olar.